Aha, gördüyünüz kimi hal-hazırda Google Docs-da uşaqlar işləyirlər və birinci tapşırığımız boş yazılı boş yerlərə müvafiq to be able to-nun müvafiq formalarını yerləşdirmək, həmçinin end baxlayıcılarından istifadə etməlidirlər və birinci şagird Şövkət Məmmədovu yuxarıda yerləşdirir, birinci qrupdadır. İkinci şagirdimiz isə Şəhzadə Musayeva ikinci qrupda işləyir. Üçüncü qrupda isə üçüncü qrup şagirdimiz isə Mehribandır. Və gördüyünüz kimi yerinə yetirirlər tapşırıqları və biz bunu canlı şəkildə görə bilirik. Və həmçinin biz istəsək fayla girib buradan See Revision History vasitəsilə kimlərin nə iş gördüklərinə nəzarət edə bilərik. Burada gördüyünüz kimi ekranın sağ tərəfində əlimizi əgər biz hansı dəyişikliyin, kursoru hansı dəyişikliyin üzərinə gətirsək, həmin şagirdin adı bilinir və onların tapşırıqlarına biz belə nəzarət edə bilirik. Bir nümunə kimi idi. Dərsin bir hissəsi, yəni çalışma bölməsi belə aparılmalıdır. Və daha sonra qayıdaraq çalışmamıza görə onlar nə işlə məşğuldurlar və gördüyünüz kimi birinci tapşırıq hal-hazırda yerinə yetirilir və yerinə yetirilmək üzrədir. Gözləyirik. İkinci tapşırıqdakı şagirdimiz biraz zəiflik nümayiş elətdirir. O da tapşırıqları yerinə yetirir, amma tam düzgün şəkildə deyil. Üçüncü şagirdimizə nəzarət edirik və gördüyünüz kimi üçüncü şagird də digər səhvləri düzəltməyə çalışır. Onun iki səhvi hələ də qalmaqdadır.